Soçinu fast food istədikdə yalnız bir məkan ağlıma gəlir. Bu da əlbəttə Burger Yəlimdir. Buranın ətləri o qədər ləzzətlidir və son zamanlar ən çox getdiyimiz məkanlar sırasındadır. İlk öncə özümüzə belə bir pendir çubuqları sifariş verdik. 6 ədədinin qiyməti 4 manat idi. Çox dadlı idi və mən özümə Burger Yəlim menyu sifariş verdim. Burgerin adı elə Burger Yəlimdir. Tərkibi göbələkli və özəl souslu idi. Əgər göbələk sevirsinizsə mənim kimi mütləq bu burgeri sınamağı məsləhət görürəm. İnandırım sizə yumuşaq əti mən istədiyim Türklər demişkən kıvamda bişmişdi. Bir sözlə möhtəşəm idi. Yəni bu burgeri sizə şiddətlə tövsiyə edirəm və buranın öz özəl belə bir şirniyyatları var. Şirniyyatın adı churrosdur. 3 ədədinin qiyməti 4 manatdır. Darçınlı, üzəri şokoladlı və bol xırçıltılı, yəni çox ləzzətli bir şirniyyatdır. Yəni bir sözlə ləzzətli fast food yemək istəyirsinizsə bu məkanı sizlərə çox tövsiyə edirəm. Bilirsiniz mən hər fast food olan yerləri sevmirəm, amma bura başqadır.